Salam hörmətli YouTube və TikTok izləyicilərim. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində bağışlayın, deməli, Məsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində qarşıda gördüyünüz 4 sot torpaqda 1 zal 2 otaq olan, bax belə bir həyət evi satılır. Hal-hazırda mən Navesin alt hissəsindəyəm. Bax sözüncə ölçə bilmədim. Mənə elə gəlir ki, hardasa 12-nin 6-7 metr eni olan, bax belə bir Navesin alt hissəsidir, kürsülüdür, 2 qat kubiklə hörülüb. İndi isə mən deməli bağışlayın. Deməli bağçasına keçirəm. Bax bura bağçasıdır. Gördüyünüz kimi bir tərəfdən deməli qonşunun hörgüsüdür. İki tərəfdən bax bu cürdür. Aşağı tərəfdən də hörgüsü var, ancaq burada yoxdur. Təxminən 6-7 ağac növü var. İndi isə evin üst hissəsini göstərirəm. Yəqin ki görə bilirsiniz. Bax kürsülüdür. Deməli həmin pəncərə mətbəğə açılan mətbəğin pəncərəsidir. Qiyməti 63.000 manatdır. Ancaq mənə deyilənə görə qiymətində bir balaca razılaşma olmalıdır. Küçəsi genişdir. Bax aşağıda deməli evin alt hissəsi demək olar ki atido, yəni polnusu demək olar ki badvaldır. Bax bir badval. Bura isə ikinci badvaldır. Bax bura deməli üçüncü badvaldır. Bax tez sizə göstərirəm. Yəni splaşlı badvaldır. İndi isə evə daxil olmalıyam. Dediyim kimi sənədi ilkin sənəddir. Arxiv arayışı var. Bildiyiniz kimi hal-hazırda arxiv arayışı ilə ancaq etibarnamə yolu ilə satılır. Bax kürsülüdür. Deməli bura balkonudur. Bağışlayın. Deməli bax buradır. Koridorudur. 2-nin 4-dədir. Bura isə bu ərazidir, zonadır. İndi isə deməli zalına daxil oluram. Zalın uzunluğu 10 metr, eni isə 5 metrdir. Bax bu cürdür. Qiyməti 63.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Otaqların ölçüsü 4-ün 4-dədir. İndi isə mən sizə polunu göstərirəm. Gördüyünüz kimi polu möhkəm materialdır. Bura isə deməli ikinci otaqdır. Deməli bu həyət evi harada yerləşir? Bu həyət evi 16 nömrəli Bakı Busa çox yaxın bir məsafədə. Bundan başqa 11 nömrəli hal-hazırda 11 nömrəli marşrutun son dayanacağına yaxın, yəni təxminən həmin dayanacağa yaxın. Bax bu 16 nömrəli marşrutun getdiyi yoldan təxminən 30-40 metr məsafədədir, maksimum 50 metr. Bax bura isə deməli mətbəğidir, 4-ün 4-dədir. Burada pol taxtadır, gördüyünüz kimi. Yenidən təkrar edirəm. Deməli Bakı Busun əraziyə görə 11 nömrəli marşrutun, hal-hazırda olan marşrutun Bakı Busun son dayanacağına yaxın bir ərazi. Bundan başqa 16 nömrəli marşrutun getdiyi yoldan, həmin asfalt yoldan, bax bu həyət evinə qədər olan məsafə maksimum 50 metrdir. Qiyməti 63.000 manatdır. Ancaq mənə deyilənə görə qiymətində mütləq razılaşma olmalıdır. Bax belə, sizlərə uğurlar.